Ukraynalı qadın Azərbaycanlıların orqanlarını satıb o nə az nə çox düz 56 nəfərin böyrəyini çıxarıb. Əzizləyicilər, hər vaxtınız xeyir, qısa başlığı ilə qarşınızdayım. Belə bir dəhşətli xəbər çıxdı qarşıma, istədim sizinlə də bunu bölüşüm. Həmin bu Ukraynalı qadın 2017-2019-cu illərdə transmilli mütəşəkkil cinayətkar qrupun üzvü olub və insan orqanlarının satışı ilə məşğul olub. Bu qrup Azərbaycan, Qazaxıstan, Ermənistan, Ukrayna, Qırğızstan, Tacikistan, Özbəkistan və Taylandda 56 insandan qanunsuz olaraq böyrək götürüb. Transplantasiyaları Qazaxıstanın səhiyyə qurumlarında həyata keçirib. Ukrayna vətəndaşı 5 ildir beynəlxalq axtarışda olub. 2025-ci ilin martında o Polşa sərhədini keçməyə cəhd edərkən saxlanılıb. Bu yaxınlarda isə Polşadan Qazaxıstana ekstradisiya edilib. Hazırda qadın istintaq təcridxanasındadır. Onun ittiham olunduğu cinayətlər üzrə əmlaki müsadirə olunmaqla 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Eyni mütəşəkkil cinayətkar dəstənin 2 üzvü isə daha əvvəl Türkiyə və Rusiyada saxlanılıb. Deyirəm qadın olasan, amma gör nə işlə məşğul olasan. Nəysə, hadisə ilə bağlı fikirlərinizi şərhlərdə qeyd edə bilərsiniz əzizləyicilər. Bu arada videonu bəyənib paylaşın ki, daha çox insan bu barədə məlumatlı olsun. Həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Ən əsası özünüzdən müğayət olun.